Uşaqlar, bugünkü dərsimiz Azərbaycan dilindən fonetikadır. Gəlin görək fonetika nədir? Yəni, hər kəs qeyd edə bilər. Fonetika. Biz bilirik ki, fonetika danışıq səslərini öyrənən elmə deyilir. Fone səs, tika elmdir. Və danışıq səsləri, danışıq üzvləri vasitəsilə səsləri neyinirik? Deyirik və eşidirik. Hərfləri isə yazırıq və görürük. Və bunların digər bir fərqləri isə transkripsiyadan istifadə olunmasıdır. Məsələn, nümunə ilə baxaq. Deyirik ailə, düzdürmü? Ailə sözü yazırıq və deyirik ailə. Biz hərf deyəndə transkripsiyadan çölə baxacağıq. Səs deyəndə isə transkripsiyanın içərisinə nəzər yetirəcəyik. Baxaq, 1, 2, 3, 4. 4 hərf, 1, 2, 3, 4, 5. 5 səsimiz var. Demək, oldu ailə sözündə 4 hərf, 5 səs. Və bunların əsas fərqləri isə məhz bu transkripsiyadan istifadə olunmasıdır. Və bundan başqa bilirik ki, Azərbaycan dilində saitlər və samitlər bölməsi var, düzdürmü? Biz bilirik ki, saitlər ağız boşuna maneəyə rast gəlmir, uzun tələffüz olunandılar, musiqi səslərdilər, heca yaradırlar. Və Azərbaycan dilində 9 sait səsimiz var. Bunlar hansılardır? A, I, O, U, E, Ə, İ, Ö, Ü. Və saitlərimiz özü də bir neçə qrupa bölünürlər. Dilin şaquli vəziyyətinə görə, üfüqi vəziyyətinə görə və dodaqların vəziyyətinə görə. Birinci qrup saitlərimiz qalın və incə saitlərimizdir. Qalın saitlərin digər bir adı dil arxası saitlər adlanır və incə saitlərin digər bir adı isə dil önü sait səslər adlanır. Gəlin görək qalın saitlərimiz hansılardır? Qalın saitlərimiz A, I, O, U. İncə saitlər E, Ə, İ, Ö və Ü saitlərdir. Növbəti qrup saitlərimiz isə açıq və qapalı saitlərdir. Açıq saitlərimizin də digər bir adı var, gen saitlər. Qapalı saitlərimiz isə dar saitlərdir. Açıq saitlərimiz bunlardır. A, E, Ə, O və Ö saitlərdir. Qapalı saitlərimiz isə I, U və Ü saitlərdir. Üçüncü növ dayanan saitlərimiz dodaqlanan və dodaqlanmayandır. Bunu uzun yazmaqdansa dod üstə gəl qoyanda dodaqlanan deməkdir. Dod yazıb sıx qoyanda isə dodaqlanmayan deməkdir. Dodaqlanmayan saitlərimiz bunlardır. A, E, Ə, I və İ saitlərdir. Dodaqlanan isə O, Ö, U və Ü saitlərimizdir. Bunlar da bizim saitlərimizlə bağlı növlərimiz. Biz bilirik ki, I saitimizlə söz başlamaz. E saiti bizim neytral, yəni dil ortası sait səsimiz adlanır. I saiti ilə Ü saiti uzanmır, üfüqi sözü istisnadır. Üfüqi sözü uzanacaqdır. Aydın oldu. Və bir də əsas bizə testdə düşən saitlərlə bağlı nələr var, onlara nəzər yetirək. Baxın, eyni cinsli qoşa saitli sözlərə nəzər yetirək. Məsələn, bizə baxın verir maaş sözü. Maaş sözündə eyni cinsli qoşa saitli söz var, düzdürmü? Bu transkripsiya zamanı A-nın biri düşəcək və biri uzanacaqdır. 4 hərf üst səsdən ibarət olacaq. Və testimizdə var ki, maaş sözü ilə bağlı belə bir fonetik təhlil zamanı sual tapılar ki, maaş sözünün səs və hərf tərkibi sabitdir, dəyişmir. Amma səhvdir. Biz demişik, eyni cinsli qoşa saitli sözlərimizdə biri düşür və biri uzanır. Bir də bəzi istisna sözlərimiz var. Ü-ə birləşməsi, Ü-a birləşmələri, ov birləşməsi, öv birləşməsi. Bəs yaxşı, gəlin görək bu sözlərdə deyiliş necə olacaq? Baxın, əvvəllər müəllim sözü yazılırdı, müəllim yazılırdı, müəllim deyilirdi. Yəni, Ü saiti düşürdü, Ə saiti uzanırdı. Hərf deyəndə 1, 2, 3, 4, 5, 6, 7, 7 hərf olurdu. 1, 2, 3, 4, 5, 6, 6 səs olurdu. Əvvəlki qaydamıza baxanda belə idi. Amma biz bildik ki, son zamanlar bəzi dəyişikliklər oldu. Müəllim yox, elə müəllim olacaqdır. Sizə fonetik təhlil zamanı verər. Birinci hissəmizi işləyəndə görəcəksiniz. Deyəcək ki, müəllim sözündə 7 hərf 6 səs var. Baxın, səhvdir. Müəllim sözündə 7 hərf 7 səs var. Tutaq ki, müavin sözü verir sizə. Müavin sözü də bunun kimidir. Əvvəllər Ü düşürdü, A uzanırdı, olurdu mavin. Düzdürmü? İndi yeni qaydamıza uyğun olaraq
müavin yazılacaq və müavin deyiləcəkdir. Yəni bu qaydalara uyğun yəni dəyişikliklər olunubdur və biz bunların hər birini əzbər bilməliyik. Bu saitlərlə bağlı və bəzi birləşmələr dedik. İndi samitlərlə bağlı biraz qeydlərimizi deyək. Bilirik ki, Azərbaycan dilində 23 samit hərf və 25 samit səsimiz var. Nəyə görə 25 samit səs adlanır? K-iştirik və X-iştirikin xüsusi işarəsi olmadığına görə əlifbada biz bunları 25 samit səs götürəcəyik. Hərf yox, səhvlə götürəcəyik. Və bilirik ki, Azərbaycan dilində samitlərimiz iki yerə bölünür. Çar və cingiltili samitlər. Çar samitlər yalnız küydən ibarət olur. Cingiltili samitlər isə küy ilə yanaşı avazlı olur. Baxın, küy deyəndə bəzi şahidlər çıxılmaz vəziyyətdə qalır. Bu nə deməkdir? Baxın, P hərfi. Sanki elə bil ki, biraz ağızdan külək möhkəm, sərt çıxır. P deyiləndə. Amma cingiltili samitdə B deyiləndə biraz elə bir mülayimləşmə var. Düzdür, külək kimi də çıxır, amma mülayimləşmə var. Çar samitlərimizin sayı 11-dir. Cingiltili samitlərimizin sayı isə 14-dür. Çar samitlərimiz bunlardır. F, X, P, Ş, Ç, K, H, S, T, K-iştirik və X-iştirik. Bəzən bunu şahidlərimiz yadlarında saxlaya bilmirlər. Bunu hər birimizin bildiyi sözlərlə yanımıza saxlaya bilərik. Fex, paşa, çox, hasta, K-iştirik və X-iştirik. Bu sözlərlə çar samitləri yanımıza saxlaya bilərik. Və cingiltili samitlərimiz isə Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Gilə meyvə. Bir də J samiti. Burada gördüyümüz samitlər isə bizə cingiltili samitləri verir. Biz də bilirik ki, qarşılığı olmayan samitlər var. Baxın, sizə tezdə deyə bilər ki, dilimizdə hansı samitlərin qarşılığı yoxdur. Onda biz 5 samit götürəcəyik. L, M, N, R və H samiti. Yox, əgər sizə sual verə bilər ki, hansı cingiltili samitlərdir ki, onların çar qarşılığı yoxdur, onda bizdən nə istəyəcək? Sonor samitlər, yəni qarşılığı olmayan L, M, N, R. Testdə verir. Deyir ki, hansı cərgədə yalnız çar qarşılığı olmayan cingiltili samitlər iştirak edir. Onda siz bu 4 samiti götürəsiniz. Əgər çar samitlərdə işləyən olsa, onları o variantdan çıxacaq. Bu da samitlərlə bağlı biraz aydınlıq gətirdiyimiz mövzu ilə bağlıdır. N və N samiti var. Burun samitlərimizdir. Ma, ma. Baxın, sanki M samiti biraz eho kimi verir. Ma, ma. Nə, nə. Bunlar isə bizim burun samitlərimizdir. Q samiti. Bu samitlə isə söz başlamır. Bir də əsas testdə düşənlər var. Nələrdir? Gəlin onlara da bir nəzər yetirək. Demək, Q-nın nə zaman K iştirik və nə zaman Q olması məqamları. Biz demişik, əgər Q-dan sonra çar samit gələrsə, qoşa Q samiti gələrsə, monoloq və dialoq sözlər gələrsə, Q iştirik olacaq. Əgər özündən sonra cingiltili samit gələrsə və cümlənin əvvəlində olacaqsa, burada olduğu kimi qalacaq. Gəlin baxalım. Tutaq ki, bizə verir miqyas sözü, düzdürmü? Biz baxırıq. Q-dan sonra Y cingiltili samit gəldiyinə görə burada Q hərfi olduğu kimi qalacaq. Qəbul sözündə cümlənin əvvəlində gəldiyinə görə burada da Q samiti olduğu kimi qalacaq. Bəs yaxşı, nə zaman K iştirik olacaq?